Salam, hər vaxtınız xeyir. Bugünkü qısa video dərsdə mən sizə göstərəcəm əsas vacib məsələlərdən birini. O nədir? Bax, burada deməli bu anotasiya və deməli rəsm xətt bölməsindəyik. Burada dəyişmək istəyirsə 3D-yə, buradan keçməliyik. Bax, 3D modeli ilə. Amma mən burada deməli bu pəncərəni dəyişməməklə bax, burada göstərmək istəyirəm sizə ki, burada var pokazat vkladki, yəni bölmənin hansı ki görünmür, onu bura əlavə eləmək üçün 3D instrument alətlər. Burada görürsünüz, qısa, burada hamısı deyil. Burada əsas deməli modullardır burada, yəni alətlər göstərilir 3D-yə aid olan. Burada isə görürsünüz və burada anotasiyadadır. Yəni, bir dənə o bölməni əlavə eləmişik biz ora. İndi burada əgər istəyiriksə 2D-də çəkək hər hansı bir detalı da, görünüşünü, onda burada Clown'dan adi qaydada olduğu kimi buradan götürməliyik. Bax, burada görürsünüz 0 deməli xətti ilə burada çəkməliyik. Depois bu çapda görünmür. Görürsünüz, bu bazadan veriləndir. Yəni, bu sistemindən, AutoCAD sistemindən öncədən veriləndir. Bax, görürsünüz, burada bu printer görsənmir. Onu deməli, biz götürürük, bax, burada. Bunu dəyişirik, 2 dəfə vururuq. Bunun üstünə 0 deməli, xəttində çəkirik istədiyimizi. Tutaq ki, bax, belə bir detal hazırlayırıq. Deməli, bunu hündürlüyü olsa 30 mm. Belə, deməli, bax, bunu da götürürük bura. Burada kopya edirik. Burada 100 mm. Bunu çəkdik. Belə, sonra deməli mərkəzini tapırıq. Burada biz onu da deyim ki, baba, bunları quşları qoymalısınız bura qədər. 3, 4, 5, 6, 7 dənəsini. İndi burada mərkəzi tapırıq. Bu mərkəzi tapmaqdan ötəri burada çevrə çəkməliyik. Götürürük, çəkməmişdən öncə Ctrl düyməsini basırıq, klaviaturada sağ düyməni basırıq. 2 dənə nöqtənin arasındakı məsafəni təyin edirik. Buradan, bura özü vururuq 2 dənə nöqtəni. Bu gətirilir ortaya. Onu da eləyirik burada. Deməli, diametri, bax, burada görsən diametr var. Onu vurmalıyıq üstünə. Eləməliyik bunu 40 mm. Bax, elədik. Deməli, sonra burada bir dənə də çevirə içəridə diametri olsun 20 mm. Deməli, onu da mərkəzini götürürük burada. Bax, yenə bura diametri vururuq. Eləyirik 20 mm. Belə. Sonra götürürük 12 mm diametrində. Deməli, bax, bu mərkəzdən 12 mm diametr. Bax, yenə də vurmalıyıq bunu. Eləməliyik 12. Onu da sürüşdürürük buradan 25 mm bu tərəf. Deməli, götürdük. Film istəyir. Bax, buradan deməli, hara düşür bizi maraqlandırmır. Onu vururuq, bax, burada. Bunu kəsik götürməliyik biz burada. Sonra götürürük, bax, buradan 35 mm. Bir də 10 mm-də onun olur dərinliyi. Dərinliyi deyəndə hündürlüyü deyək də burada. Deməli, bax, buradan götürürük bir dənə. Bu 30-sa, deməli, 10 mm buradan götürəndə 20-20 qalır da buradan.
Deməli, bax, buradan kontrol düyməsini basırıq. Buradan 20 mm aşağı istiqamət verin, orada priveska eləməsin. Deməli, 20 mm. Bax, buradan. Görə indi o düz çəkəcək, yoxsa yox. Gəlin, burada düz çəkək, onu sonra birləşdirək. Deməli, bax, buradan götürürük. Uzunluğu 35 mm. Vurduq. Belə. İndi bunu gətirməliyik, qoymalıyıq, bax, bura. Əvvəlcə. Bu, aha, gördünüz, bax, burada. Siz eləmədin, sildim. Buradan vurursan stilet gedir. Deməli, baba, buradan gətiririk, bura qoyuruq. 35 mm belə. Sonra bunu da gücü qaydası ilə çeviririk. Baba, bunun ortasından tuturuq, keçirdik bu tərəf. Bunu silək deyirim, yox. Sonra buradan da, bax, bunu. Onu da, deməli, görək burada 100'dür mü? Baxaq. İçmədi burada. 100'dür. Deməli, bax, buradan götürürük bir dənə də düz xət. Buradan. O da 25 mm. Buradan, deməli, buradan götürürük. Kontrol düyməsini basırıq. Hardan? Bu mərkəzdən. Deməli, bura 10 olsa 5 eləyək. 5. İndi buradan çəkirik bu tərəfə. Burada olsun 25. Enter. Sonra aşağı çəkirik 10. Sonra buraya gətiririk, birləşdiririk. Əvvəldə tuturuq bura, sonra gətiririk. Burada krest olmalıdır. Belə. O olmasa, o düz götürməz. Dəqiq götürməz. Çəkdik. İndi bunları birləşdirməliyik bura. Bax, bunu deməli, mən bunu görək, burada söndərsək nətər olar, bax, belə. Deməli, götürürük güzgü qaydası ilə mərkəzdən. Bax, belə bura çevirdik, bunu da silmirik. Qoydursun yerində. Deməli, bunu bura birləşdiririk, burada çat, bunları bura birləşdiririk. Onu buradan götürürük, uzadaq. Deməli, 1, bunu da deyim ki, bu 26-cı ilin versiyasıdır AutoCAD. Əvvəlki versiyalarda 19'da da bu da belə yoxdur. Onu gərək enter basırsan götürəndən sonra, komandada burada götürəndən sonra deməli, modulu, aləti. Ondan sonra enter düyməsini klaviaturaya basmalıdır. Bunda ehtiyac yoxdur. Vurduq, bax, bunu da birləşdiririk bura. Dəqiq bilirsən ki, gəldi oraya birləşdirib. İndi bunların artıqlarını silməliyik. Ona görə də keçirik buradan qayçıya. Yenə dediyim kimi, burada əgər 19-cu versiyaya qədər AutoCAD-ın enter düyməsini basmaq lazımdır. Ya mouse'un sağ düyməsini basmaq lazımdır. Burada isə yeni versiyada ehtiyac yoxdur. Bax, bunu vurduq. Bunu vurduq. Bunları silmək lazımdır. Bunu da. Aha. Deməli, İndi bunun mərkəz xəttini çəkmək lazımdır. Mərkəz xətti ya öncədən burada keçməliydik poizda ki, görünməsin, yaxud bununla çəkiriksə, deməli bu tiplə fasolayı, onda rəngini eləyirik, tutaq ki, ağ rəng. Bunu keçdik ağ rəngə, götürürük buradan, ölçü qoyuruq. Bax, buradan, deməli, bura. Verdik ölçü 25 mm. Sonra uzunluğu, ümumi uzunluğu olur 100 olmalıdır burada. Burada 100 mm. Sonra bunların diametrlərini qoymalıyıq. Diametr bax buradadır. Bu diametrdir, 12 mm. Sonra sağ düyməni basırıq, təkrar edirik yenə bunu. Bu da 20 mm. İndi isə götürürük bunun radiusu. Radius da buradadır ölçüsü. Bunu belə edirik 20 mm, yəni diametri 40'dır bunun.
çəksəydik bütöv. Sonra bura 10 mm verməliyik. Burada 10 mm. İndi xətt çəkməliyik. Xətti də burada indi yoxdursa ona əlavə gətirib qoymalıyıq. Bax, xəttin tipi burada yoxdur, əlavə edirik. Gətiririk burada, zagruzit, ingiliscində başqa cürdür, bilmirəm onu, deyəmərəm. Deməli, bax, burada tapırıq mərkəz xətti. Burada asevaydır, center, okey, burada da okey. İndi burada o gəldi, bura düşdü. Bunu vururuq. Deməli, buradan çəkirik. Buradan belə çəkirik bu xətti. Mərkəz xətti. Burada da onu qoyuruq. Deməli, sağ düyməni bastıq, atırıq. Buradan burada belə. Bir də buradan təkrar edirik, bunu qoyuruq. Buradan bura. İndi o miqyasını nasıl olaraq ola bilsin ki, biri girək artıq eləsəydim, bunu belə. O əmələ gələrdi. Görürsünüz, burada mərkəz xətti bilinərdi. Ona görə bu çox ehtiyac yoxdur, çox çıxmamalıdır burada. Ona görə mən belə elədim. Bu da yaxşı olsun belə. Deməli, bura. Belə qoymur, bir qəsqə qoymur. Bunu söndürmək lazımdır ki, bu istədiyimizi ala bilək. Sonra yandırarıq. Deməli, bunları biz indi keçirməliyik 3D-yə. 3D-yə keçirməliyik. Ona görə biz bunu, deməli, bunlar bizə maneçilik eləyir. O maneçilik eləməsin deyən bu əlavə xəttlər hamısı götürməliyik, silməliyik. İndi bəziləri biz belə silmək ehtiyac yoxdur. Onun üçün biz deməli, burada sağ düyməylə pəncərə, bunu belə vururuq. Sağ düyməylə pəncərə, bunu belə vurandan sonra burada sağ düyməylə vurur, svojstvo var, yəni tərkibini bunu öyrənirik. Baxırıq, görürük ki, bu hansı xəttlərlə çəkilir. Deməli, bunu ya qrupa eləməlisən burada, deməli, burada göstərir. Ya silməliyik bunları, bunu silməliyik, bunlar eynidir. Əvvəlcə, öncə bunları ölçüləri, burada vurmalıyıq, burada seçməliyik ya sloy 10-0'dır. Ona görə biz eləyirik depoints. Bax belə. İndi burada sağ düyməylə basırıq buradan. Burada görünməz eləməliyik bunu. İndi burada mən seçdim. Burada biri qalıb, biri də qalıb burada. Razılıq içindir. Görsən, burada biri dəyişməmişik deyən ona da yazır ki, pasıl oluyor. Buradan edirik bunu. Bunu dəyişirik. Sloyu burada vururuq, buradan depoints edirik. Bax belə. Sonra da onu silməliyik. Bax burada yazıyıq, udalit, yaxud burada pasiletini var, burada bu üstündə dəyişik eləmək üçün deməli, bax burada bunu işarə elədik. Svojstvadan da eləmək olur. Onu bax burada birbaşa buradan da eləmək olur. Deməli, amma görürsünüz, bu görünməli. Deməli, burada söndürülür. Bax, burada görürsünüz, bu başqa xətt edən orada görsənmir. Deməli, ona görə də ölçüləri bir eləyirik. Ya da bunu əvvəldən tənzimləmək lazımdır, götürmək lazımdır. Başqa videolarda var. Stili seçmək. Bax, bu ölçü stilidir. Deməli, buradan keçirik. Bax, buradan bunu söndürürük. Bax, buradan keçdik, depo istədik. Ona görə buradan bunu söndürürük. Görürsünüz, itdik. İndi burada bunu eləyirik. Bax, burada da svojstvada bunları 3 dənədir. Bax, burada.
Bu da sıfırla deməli şey eləyib. Burada da eləyirik. Depois. Deyir ki, bax görürsünüz, bax bunu söndürmək istəyirsən, icazə verirsən. Один из объектов перемещения zamorоженdir. Bax, yəni burada görünmür onsuz da. Bax görürsünüz. Ona ehtiyac yox. Bax indi biz bunu 3D eləməliyik. Götürürük yuxarı. Bax indi burada mən bunu keçirəm 3D-yə. Görürsünüz, həm 2D-də işləyirəm, həm də 3D-də. Çünki mən buradan tənzimlədim, bunu əlavə elədim bura. Bax, burada da yenə də göstərirəm. Sağ düyməylə basıram, burada bax, burada görürsünüz, vkladki ikincidir yuxarıda. Deməli, burada götürürük, 3D-ni burada quş qoyuruq. İndi mən bunu söndürsəm, orada itməlidir. Amma bu isə özü anotasiya və rисование. Deməli ki, rəsm xətt deməli variantıdır burada. İşçi pəncərə ona işləyir. Mənə öncə, deməli, baba götürürəm bunu, bununla yoxlayıram. Burada 2 dənə var. Biri var, dartmaq mənasını verir. Təqvini görürsünüz, o tək-tək eləyir. Bu isə bir yerdə. Bax, bunu götürürəm, bax, vururam bura. Bax, bura görürsünüz, belə çəkir. Yəni, xətlə, səthi çəkir. Səthi qaldırır. Qalanlığı yoxdur bunun. Bir də var. Bax, bununla bu davet edirsən. Bunda götürürsən hamısını. Bax, belə. Belə. Yaxud, bax, buradan belə edirsən, göstərsən. Belə. Deməli, bunu götürdün, işarə edirsən belə, sonra belə edirsən, vod. Deməli, götürməlidir. Onu da aksanometri eləmək lazım. Aksanometri bu altdan götürdü bu. Neyse. Nasıl altdan götürdü? Belə götürür belə. Onun başqa variantı, deməli, shift düyməsini basırsan roliklə, belə çöndərirsən. Görürsünüz, belə götürür. Belə. O, yenə də, indi mən burada fırladıram, yenə də, görürsünüz, sərt götürür. O olmasın deyən, onda gərək bir, bunu vurmalısan. Belə. O da olmayanda, belə, belə. Deməli, bu bir obyektivdir, bu da verir. Enter düyməsini basırıq. Görürsünüz, yenə xətt çirir. Deməli, bu tütüy olmalıdır. Onu eləməkdən ötəri, burada redaktör ünitələ var. Burada, deməli, giririk bura qlavnaya. Burada, deməli, birləşdiririk bunu. Side init. Yəni, bunları bir edirik. Bu tüy olmalıdır. Ya da bunu poliliniya çəkirik. Bunu poliliniya sağ düyməni basarsan, bu oldu tüy. Görürsünüz. İndi buradan keçirik 3D modeli ilə oyna. Bu David baxırıq. Belə. Vurdun, sağ düyməni basırsan, belə verdi tüy. Gördünüz. İndi mən aşağı eləyəndə, bu qalı yuxarıda. Mən aşağı eləyəm ki, onlardan da istifadə edə bilim də bundan. Aşağı eləyirəm, çəkirəm aşağı, qalınlıq tutaqı verirəm 25 mm. Belə. İndi mən bunu çıxartmalıyam burada. Onu çıxartmaqdan ötəri, onu da deyim, rəngi demişəm, deməli, hansı ilə götürürsənsə, bax bunu, rəngi burada, qlavnada, bax bu rəngi. O rəngi də dəyişir hamısı. Deməli, mən buradan götürürəm, 3D-yə keçirəm, bax buradan. Bunu, bu təqvini, bax buradan, deməli, çəkirəm aşağı.
Elə vurdum, deşdi. Gördünüz? Bunu da vururam, bunu da verirəm, deşildi. Aşağı əks tərəfdə olsaydı, o verirdi bərkdisin. İndi mən bunun rəngini dəyişmək istəyirəm. Sadəcə bax bunu, indi buradan, qlavnudan rəngi dəyişirəm, eləyirəm. Bu, bunlar ayrı olduğuna görə, onda mən bunu yiyirəm, bax bu rəng. Aha, bax o rəng oldu, deməli. Bunu da eləyirəm. Bax, burada görsünüz, bax, bu rəngi eləyirəm, göy rəng, bax, bu oldu göy, belə, bu rəng. Deməli, baxın, görsünüz, bu rəngi də dəyişdim, elə. Bax, bu qaydada həm də ki, sizə, deməli, bunun tərkib hissəsini istəsə çıxartmağa ehtiyac yoxdur. Burada sağ da vuranda, burada aşağıda bunun, deməli, bax, burada vurursan, burada svojstvo var, burada dəyişə bilirsən. O, istəyirsən bu pəncərə buradan çıxsın, onu da gəlib qoymaq olur bura. Burada əlavədə, burada hansısa bir svojstvo. Burada olmadı, tamam, deyək. Deməli, burada tərkib hissəsini, o quşu qoyursan, gəlib düşürürəm. Buradaydı, haradası. Burada bunu da dəyişmək üçün belə verirsən, dəyişir. Deməli, görün, bax, burada haradasa burada olmalıdır. Svojstvo. Quşu orada tapıb onu quşu qoymaq lazımdır ora. Olmayanı, deməli. Deməli, burada da, onu da deyim, bunun üstündə çəkdiyimiz 2D eskizlər var. Onu silmək üçün, bax, buradan yerini dəyişirsən sadəcə belə. Bax, burada görsünüz, artıqlar, bax, bunlar qaldı. Onu da təmizləyirsən. Onda bu, onun üstündəydi, ona görə itdi. Gördünüz, bax, onu əvvəldən eləmək lazımdır. Bax, bunu belə, o ikisi də belə. Bax, belə. Bu qədər. Bu da ikinci dərsimizdir bizim işləyə aid. Sağ olun. Yeni görüşmək ümidi ilə yenidən sizinlə salamat qalın.